bilmem bu nazenin kimin istekli yardı. Ya hansı bəxtiyarlərin bəxtiyardı. Ya hansı bəxtiyarlərin bəxtiyardı. Türkiye'den gelir. Buyur abi. Selam. Her birinizi hoş gördük. Merhaba. Rafael Coşkun Azer akşam 90 manat stipendiya alırdılar. Sürünürdülər orada, əməlli sürünürdülər. Amma mən 300'e 500'e toylara gelirdim artık. Dost hesabı sən verəcəksən bu qar. Öyrənə qədər Niyə? Hesabı ver, xahiş edirəm. Kəramət Böyükçölün bu yaxınlarda, bu verilişdə meyxana haqqında etdiyi tənqidlər müzakirələrə səbəb olub. Bəs siz bu haqda nə deyə bilərsiniz? Sən kimsən? Sən nə eləmisən bu vaxtacan? Bu gün bir çox meyxancılar müasir meyxananın ən yaxşısını Rəşad Dağlı kimi hesab edirlər. Sizcə də ən yaxşısı odur? Meyxana sənəti üçün mənim qədər heç kim iş görmür. Öz deyişmələrinizdə məşhur mahnılardan, aşıq havalarından istifadə edirsiniz. Mən bilmək istəyirəm, başqalarına irad bildirdiyinizi özünüz niyə edirsiniz? Ay Allah, mən hara gəldim çıxdım? Xahiş edirəm, o 100 manatın birini qaytara bilərsiniz mənə. Mən meyxana üçün görülən iş demirəm, o mənim cibim üçün görülən işdir. Ya bilsən də bu qanunun ağzında vaxt cırıblar. Bunu deyəcək ömrü boyu. Mən Məşəd babaya bu qədər hörmət eləməzdim. O mənə deyərdi ki, bu qardan öyrənmişəm. Ola bilməz ay Əlixan, mən çaşam. Meyxana ilə gör nə vaxtı yoldaşam. Qaynata sözü ilə mən bir qardaşam. Papaşa bir yana, bırak bir yana. Papaşa bir yana, bırak bir yana. Yaxşı efirdir zarafat bir yana. Zarafat bir yana 19 aprel saat 20'də Xəzərdə. Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Unimetal, Azərbaycanın kolası Buz Kola, Zira Olives, Bay Hollywood.